Salam dostlar, yeni videoda xoş gördük sizləri. Dostlar, buna sizə Babı Kələm gülündən danışacağım, bunun hekayəsini. Baxın, bir dəfə paylaşmışdım videoda. İndi rəngi nə cür olub? Əvvəl payızda bir başqa cür idi rəngi. İndi bir başqa cürə çevrilib. Onu görüm tapa bilsəm ikisini uyğunlaşdırıb sizin üçün paylaşacağım. Burada da biberiyədir. Yəni rozmarin. Ət otu deyirlər buna, amma bu ət otu deyil. Biberiyədir. Çok güzel kokusu olur. Çok güzel. Çok mis. Burada deməli dostlar, bu ikisinin hekayəsini sizin üçün danışım. Deməli marketdən gəlirdim, yolun qırağında. Deməli evin qabağına qoyublar, qarşısına bilmirəm indi. Həmən ev idi, başqası idi, çıxardıb qoyan. Gördüm qutuda belə bir çox qızılgül budaqlarıdır, bulardır. Daha qızılgülün budaqları da götürəndə əlimə batdı. Eybi yoxdur, gözəllik qurban tələb edir. Gördüm atıblar yeşiyin içində bunları, bir başqa güllər də var idi. Bu iki dənəni demək olar ki, ölmüş kimi idi. Həmən ilikdə qar yağmışdı. Çoxlu qar yağmışdı. Qar yağan bilmirəm, keçən ildə altdakı idi deyəsən. Ola bilər ki, qardan bunlar çox ətkiləniblər. Demək olar ki, ölmüş üzrə idilər. Ola bilər güldən də çox başı çıxmayanlar gözləməyib, səbri çatmayıb deyib, yəqin ki, buca ölüblər, götürüb atıblar. Dostlar, mən bunları baxdım belə, baxdım kökü var. Yəni kökü ölmüş kimi idi da, tam belə kök deyildi, yəni bir-iki kökü var idi. Dedim ki, nə olar da, Allah kərimdir. Məndə də sözün düzü bu gül, bir də bu biberiyə. Qaba əkmişdim, kökləndirib, videosunda sizinlə paylaşmışdım. Sonra nəysə, qabda qalmadı, öldü. Mən dedim ki, Allah, mən elə arzuluyurdum ki, bu biberiyə ilə, kələm gülün çox yox, amma biberiyəni, bu da çiçək açacaq yəqin ki. Deyirdim, bu biberiyəni istəyirdim da, almağa da ki, gedə bilmirdim. Bizim bazarda da olmurdu, hər dəfə baxırdım, tapa bilmirdim. Gəldim, bunlar götürdüm, marketdə də əlimdə poşetlər. Götürdüm bir təhər bunları seçdim, götürdüm, elə qoydum qutuya təzədəndən. Gətirdim dostlar, ya Allah deyib əkdim bura. İnanırsınız, hər gün də su verirdim, hər gün su verirdim. Yaz ayı idi, elə bu vaxtları idi. Dedim ki, inşallah ölməzlər, dirçələrlər. Dostlar, bunlara su verdim. İnanırsınız, gördüm yavaş-yavaş bunlar dirçəllər. Gül bitəndə axı bilinir. Gördüm, yeni yarpaqlar çıxardırlar. Bu da görürsünüz, maşallah, indi nə boydadır. Bu balaca idi. Balaca belə 2 dənə qanad olardı bu. Bu da belə balaca idi. Belə deyildi da, yəni. Ondan sonra bunlar yavaş-yavaş özünə gəldi, bitdilər. Belə maşallah böyüdülər burada. Yəni dostlar, insan deməyim odur ki, gərək bitkiləri doğrudan sevə, onlara qulluq eləyə. Yəni bunu alan sahibi, yəni götürüb atıp da deyib ki, ölüb. Yəni amma qulluq başqa şeydir. Qulluq eləsəydi, gözləsəydi, baxsaydı, yəni bilgisi olsaydı deyərdi ki, yox. Bu ölmüyüb, buna qulluq eləsəm dirçələr. Qışdan çıxıb, yaz gələndə pöhrəliyər. Bax belə. Bu bitkiləri demək olar ki, mən həyatın xilas elədim. Həm mənə gözəllik verir, belə gözüm oxşuyur. Həm də bax belə bağçamı sevdiyim rozmarin bəziyib. İnşallah bu yıl çiçək açar, amma hələ çiçəyin görməmişim. Bax belə bunun iki gülün hekayəsi belə oldu. Orada da burada da belə soğanlar əkmişəm. Burada da sarımsağı qoymuşam, hələ əkməmişəm. Burada da kasımpatlar. Burada da şeboy çiçəklərim yadınızdadır, bu toxumları sizinlə bərabər əkmişdik. Ağacın dibinə əkmişəm, inşallah tumurcuqlayar. Burada da belə güllərim var. Heç bilmirəm nə çəkirəm. Görükmür, günəş düşür gözümə. Belə dostlar, bugünkü videomda bura qədər olsun. Sağ olun, yeni videolarda görüşək.